həvəsi ölübsə də öyrənmə baş vermir. Ay sağ ol. Həvəsi ölməyənə qədər öyrənmə baş verir deyir. Əgər ölübsə orada baş tutmayacaqdı. Ay sağ ol. Sonra dedi ki, zehnin inkişafı neçə mərhələdədir? 4 mərhələdə hissi, Hə. hərəki, ilkin əməli, konkret və formal. Ay sağ ol. Dedi ki, səs bulaşması var. Hansı mərhələdədir? Hissi, hərəki. Ay sağ ol. Deyirəm ki, nitq inkişaf eləyir, dil inkişaf eləyir, hansındadır? İlkin əməli. Ay sağ ol. Sonra deyirəm ki, şagird uşaq atdığı əşyanın arxasıca ağlamır da belə deyir. Atdı və salam yadından çıxır gedir. 8 ayına qədər ona. Uşaqlar 8-9 ayında. Ay sağ ol, 8-9 ayında. Aha, bəs deyirəm ki, məsələn ağlayanla ağlayır, gülənlə gülür. Elə bir ki, yanında ağlayan olanda ağlayacaq, gülən olanda güləcək. Hansı mərhələdə? O 9 hansı mərhələ? Hı. Hissi, hərəki mərhələ. Ay sağ ol. Bəs deyirəm ki, induktiv düşünür hansı mərhələdədir? O konkret. Aha. Bəs deyirəm deduktiv düşünür? Formal. Aha. Deyirəm canlı ilə cansız, yəni animizi fərqləndirə bilmir. O ilkin. Ay sağ ol. Məsəl üçün deyirəm ki, o görür ki, bayaq dediyim qaydada anası ağlayır, atası ilə dalaşır, ağlayır. Amma hər dəfə ana ağlayanda belə bilir ki, ay sağ ol, ay sağ ol. Sonra deyirəm egosentrizm yaranıbdı. Hansı mərhələdədir? Mən problemi olanda o ilkin mərhələ. Ay sağ ol. Sonra deyirəm ki, uşaq öz belə deyək də, necə deyim, ehtiyacı üçün ağlayır, ehtiyacı üçün nəsə bir səs eləyir, bax bu qaydada. Hissi, hərəki. Ay sağ ol. Hissi, hərəki. Ay, sonra deyirəm ki, zınqırovla məsələn oynayır, səs bulaşmasıdır, xoşu gəlir. Sonra başlayır O da hissi, hərəki. ay sağ ol, hissi hərəkətdə. Kimisə çağırmaq üçün və ya kimisə fikrini cəlb eləmək üçün özünə bax o qaydada. Sonra deyirəm ki, ümumiləşdirmə aparır, qruplaşdırma aparır uşaq. Hansı mərhələdə? Konkret əməl. Ay sağ ol, ay sağ ol. Deyəsən danlamaq yerini tutub ha. Sonra dedi ki, məntiqi düşünür, daha məntiqi düşünür də belə.